Salam, dəyər yayınlar sınaq 6-cı sinif riyaziyyat suallarının izahına baxırıq. Keçək suallara. Deməli, 26-cı sualda tənliyi həll edin. Verilmiş tənliyi həll etmək üçün, baxın belə. Anlaşdıraq. Ən içəridə olan mötərizdən başlasaq, olar 2 vurulsun, deməli, 2 vurulsun. X çıxılsın 5 olar. X çıxılsın 5. Bərabərdir 14. Hər iki tərəf həmçinin 2-yə bölə bilərik. Burada deməli qalar ilə birbaşa x çıxılsın 5 bərabərdir 7, x bərabərdir 12 formada. Deməli doğru cavabımız olar D variantı. Daha sonra baxaq 27-ci sual. 27-ci sualda əbob 35a bərabərdir 7, əkob 35a bərabərdir 105 olarsa A-nı tapın. Deməli bunu tapmaq üçün bizdən A-nı soruşur. Əkob vurulsun əbob bərabərdir A vurulsun B. Bu düsturdan istifadə edək. Deməli əkob neçədir? Əkobumuz 105. 105 vurulsun əbobumuz 7 bərabərdir. Deməli bizdən A yoxdur. A vurulsun B-nin yerində isə 35 durur. Hər iki tərəfi 35-ə ixtisar eləsək, burada alarıq 3. 3 vurulsun 7 bərabərdir A-ya. Buradan A bərabərdir 21-ə. Yəni doğru cavabımız olar D variantı. Daha sonra baxaq 28-ci suala. Sinifdə x sayda parta var. Hər partada 2 şagird əyləşir. Deməli, ümumi şagirdlər 2 vurulsun x-dir. Sinifdə 11 oğlan şagird olarsa, qız şagirdlərin sayı. Deməli, ümumi şagird sayı 2x oldu, çıxılsın 11. Bu da oldu qız şagirdlərin sayı. Doğru cavab C variantı. 29-cu sualda apsis oxuna görə A2 mənfi 7 nöqtəsinə simmetrik. Apsis oxuna görə simmetrik olduqda bilirdik ki, y dəyişir işarəsi, yəni A ştrix olar nə? 2, 7. Baxın, x-in qiyməti olduğu kimi qaldı, yəni işarəsi, y-in işarəsi dəyişdi. Doğru cavabımız olar A variantı. 30-cu sualda 144 nəfər turist şəhər gəzintisi üçün 3 qrupa bölünür. Onların 8-də 3 hissəsi birinci qrupa. Deməli 144-ün əvvəlcə 8-də 3 hissəsini tapaq. 8-də 3 hissəsi deməli eləyər 54. 54 birinci qrup. Birinci qrup. Yerdə qaldı 90 nəfər. 90 nəfər turist qaldı. Çünki 144-dən 54 çıxır. İkinci və üçüncü qrupdakı turistlərin sayı 7-nin 8-ə nisbətində olarsa, ən böyük qrupda neçə nəfər turist var? Deməli, 7K üzərinə gəlsin 8K bərabərdir 90. Eləyər 15K. K bərabərdir 90-15-ə bölsək 6. Deməli, 7K bərabərdir 42. 8K bərabərdir 48. Bizdən ən böyük qrupda isə 54 nəfər turist olmuş olar. Doğru cavab D variantı. 31-ci sualda deməli, bir toyuq 3,6 kiloqram, bir pişik 2,4 kiloqramdır. 8 toyuğun kütləsi. 8 toyuğun kütləsi deməli olar 8 vurulsun 3,6. Bu da bərabərdir. 8 dəfə 6, 48, 8 4 yadda. 28,8. 28,8-i elə 2,4-ə bölərik. Cavabı tapmış olarıq. Ən sadə yolla. Da bərabərdir. Elə bir 288 bölünsün 24. O da 12. Və yaxud da ki, tənasüb qrup o formada da yaza bilərik. İndi mən ən qısa yoldan yazdım. Deməli, 32-ci sualda 2 çıxılsın 5-də 2. Mən burada 5-də 2-ni və 5-də 1-i bunları onluq kəsrə çevirəm. Deməli olur 2 çıxılsın. Ya da heç çevirməyə ehtiyac yoxdur. Elə adi kəsir formasına yazaq. 2-dən 5-də 2-ni çıxdığımızda alarıq. Deməli 1 tam 5-də 3 bölünsün. 1-dən 5-də 1 çıxsaq 5-də 4 alarıq. Da bərabərdir. 5-də 8 vurulsun 4-də 5. 5-lər ixtisar gedər. 8 4-ə bölsək 2. Deməli doğru cavabımız olar D variantı. 33-cü suala baxaq. Bazardan 10 kiloqram kələm alan Sabir dayı
satıcıya 12,5 manat ödədi. Kələmin 1 kiloqramının qiyməti neçə manatdır? Deməli, ümumi ödənən məbləğ 12,5-i bölməliyik 10-a. Bu da bərabərdir. 10-a böldüyümüzdə vergül bir addım sola düşür. Deməli, 1,25. Doğru cavabımız oldu. D variantı. 34-cü sual. 34-cü sualda deməli, ifadənin qiymətini hesablayın. -16. Burada mənfi üçün kvadratı müsbət eləyər. Qarşıda mənfi olduğuna görə yenidən mənfi. 9 vurulsun. -6-nın üzərinə 5 gəlsək, -1 eləyər. Vurulsun -1. Bu da bərabərdir. Deməli, -16, -9-u -1-ə vursaq, plus 9. Bu da bərabərdir -7. -7 doğru cavabımız olar. B variantı. 35-ci sual. Bərabərsizliyin doğru olması üçün ulduz işarəsinin yerinə neçə rəqəm yazıla bilər? Burada diqqətli olmalıyıq. Say soruşur, yəni. Deməli, burada 3, 3, 2, 2, 5, 5. Böyük olması üçün mənfi ədəd olduğuna görə böyük olması üçün 7-dən kiçiklər yazılmalıdır. 7-dən kiçiklər nə ola bilər? Deməli 6, 5, 4, 3, 2, 1 və 0. Mənfi ədədlərin çünki kiçiyi böyükdür. Ona görə də 2, 4, 6, 7 sayda. 36-cı sualda ədədi 1,8 dəfə artırsaq, ədəd neçə faiz artar? Deməli, ədədimiz olsun 10x. 1,8 dəfə artırmaq o deməkdir ki, 10x üzərinə gəlsin. 10x-in 1,8-ə hasili. Düzdür. Elə 1,8-ə vursaq, bərabərdir olar 18x. Deməli, 10x idi. 1,8 dəfə artırdıq, oldu 18x. İndi ədəd neçə faiz artar? Ədədimiz 10x-dən 18x-ə artıb, aradakı deməli 18, 18x, 10x-in neçə faizdir? Vurulsun 100. Deməli, x-lər ixtisar gedər, bərabərdir 180. Neçə faiz artar? 180 faiz. Doğru cavabımız A variantı. 37-ci sualda deməli 4-də 27 kəsirini onluq kəsir şəklində göstərin. Onluq kəsir şəklində göstərmək üçün məxrəci deməli vurmalıyıq 25. Həmçinin sürəti də. O deməkdir ki, 27 vurulsun 25. 5 yazaq 3 yadda 13. 54, 5, 7, 6. Deməli olur 100-də 675. O da bərabərdir 6,75-ə. Doğru cavabımız olar D variantı. 38-ci sualda mötərizələri açın və oxşar toplananları islah edin. Deməli, mötərizələri açası olsaq, burada 6x çıxılsın 18, üzərinə gəlsin 15x çıxılsın 20, üzərinə gəlsin 35. Da bərabərdir. Deməli, 6x 15x eləyər 21x. Mənfi 18, mənfi 20, mənfi 38, müsbət 35 çıxılsın 3 olar. Deməli, doğru cavabımız C variantı. 39-cu sualda ifadənin qiymətini hesablayın. 3-də 2 vurulsun. Mötərizənin içərisinə ortaq məxrəc deməli 20-dir. 20-də 4 üzərinə gəlsin 20-də 15. Üzərinə gəlsin 15-də 1. Bu da bərabərdir. Deməli, 3-də 2 vurulsun. Mötərizənin içərisində eləyər 20-də 19. 20-də 19. Üzərinə gəlsin 15-də 1. Bu da bərabərdir. 2 ilə 20 ixtisar gedər. Onlar 30-da 19. 30-da 19. Üzərinə gəlsin. 15-i 30 məxrəcinə gətirsək 30-da 2. Bu da bərabərdir. 30-da 21 eləyər. 3-ə ixtisar eləsək 10-da 7. Onluq kəsirlə də göstərə bilərik. Lakin cavabda adi kəsirdir. 40-cı sualda düzbucaqlı koordinat sistemində təsvir olunan nöqtənin koordinatını müəyyən edin. Deməli, nöqtənin koordinatını müəyyən etmək üçün nöqtədən birinci x-ə x oxuna gəlirik. Deməli, x-i olur 2.
Y oxunda isə -5. -5. Deməli 2 və -5 doğru cavab C variantı. Daha sonra baxaq 41-ci sual. 41-ci sualda indi atanın 29, oğlunun isə 1 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlunun yaşından 5 dəfə çox olar. Neçə il dediyinə görə bilmirik. Üzərinə gəlsin x. 5 dəfə dediyinə görə oğlunun yaşını 5-ə vururuq. Deməli 29 üzərinə gəlsin x bərabərdir 5 üzərinə gəlsin 5x-ə. Buradan 4x bərabərdir 24-ə, x bərabərdir 6. 6 ildən sonra. 6 ildən sonra oğlun yaşı olar 7, atanın yaşı olar deməli 35. Neçə ildən sonra? 6 ildən sonra. Doğru cavabımız olar D variantı. 42-ci sualda sinifdəki oğlan şagirdlərin sayının qız şagirdlərin sayına nisbəti 4-də 3-dür. Bu sinifdə qız və oğlan şagirdlərin sayları aşağıdakılardan hansı ola bilməz? Oğlan şagirdlərin sayını qız şagirdlərin sayına. Deməli, oğlanların qızlara nisbətini deyirsə, o zaman surət. Baxın, burada deyir, oğlan şagirdlərin sayının qız şagirdlərin sayına. Oğlan, qız. Nisbətimiz bu formadadır. Bu formadadır. Burada 4-də 3-dür. Bərabərdir 4-də 3. Bu 4-də 3-ü biz sürət və məxrəcini 2-yə vursaq, olar 8-də 6. 3-ə vursaq, olar 12-də 9. 4-ə vursaq, olar 16-da 12. 5-ə vursaq, olar 20-də 15. Bunları yazdıq. Amma burada variantlarda əgər diqqət eləsək, bunların yerləri tamamilə dəyişik verilib. Amma hər ehtimalda, yəni doğru cavabımız olacaq. 8-də 6 ola bilər, 15-də deməli, sürət və məxrəc 15-də 12 ola bilməz. Bu ixtisar eləsək, çünki eləyər neçə? 5-də 4 eləyər, yəni 4-də 3 eləməz, amma yenə də burada yer dəyişmə var. 43-cü sual. 43-cü sualda deməli, x və y düz mütənasib kəmiyyətlər olarsa, düz mütənasiblik deyirsə, y bərabərdir k vurulsun x. Düz mütənasibliyin düzdür. Deməli, buradan a plus b cəmini bizdən soruşur. Baxın, burada x və y var. Gətirib yerinə yazsam, deməli, alaram y-imiz 6 bərabərdir, x-imiz də k vurulsun 18. Buradan k bərabərdir 3-də 1-ə. Y bərabərdir 3-də 1 x-ə. 3-də 1 x-ə. X-in yerinə deməli k-nın qiymətini tapdıq. İndi isə y-in yerinə 8 yazsaq, baxın b-ni tapmaq üçün. Y-in yerinə 8 yazsaq, x bərabərdir 24. Bir də burada a-nı tapmaq üçün x-in yerinə 12 yazsaq, y bərabərdir olar 4. Bunları toplasaq, cavabımız olar 28. Doğru cavabımız olar A variantı. 44-cü sualda deməli, Ariz bir qarpızın 12-də 1 hissəsini kəsib götürdü. Sonra kəsdiyi bu dilimi 6 bərabər hissəyə böldü. Yəni 12-də 1 bölünsün 6, bu da bərabərdir. Deməli, eləyər 72-də 1. 6 bərabər hissəyə bölüb 5-ini yedi. 5-ini yedisə o zaman 72-də 5-ini yemiş olar. Doğru cavabımız Ariz bu qarpızın hansı hissəsini yemişdir. Doğru cavabımız olar A variantı. 45-ci sualda deməli, 15 işçi 1 işi 8 günə görərsə, 15-in 8-ə nisbəti, 6 işçi 6-nın 2-ə nisbəti tərs mütənasibdir. 120 bərabərdir 6x-ə, x bərabərdir 20. Doğru cavabımız olar D variantı. 46-cı sualda diaqrama əsasən A çıxılsın B-ni tapın. A çıxılsın B-ni soruşursa, baxın bizdə sadəcə bunlar qalar. Bu elementlər qalar. Yəni A, B, C, D. Doğru cavabımız C variantı olar. 47-ci sual. Düzbucaqlı koordinat sistemində A nöqtəsi -4, 2. -4, 2. Baxın. X-in -4, 2-si. Daha doğrusu X-in -4, Y-in
ikisi. Bu nöqtə B mənfi 4, 3. X'in mənfi 4-dən 3'ə. Burada B nöqtəsi. Keçən düz xət. Düz xət deyirsə, baxın bu formada bir. Aha. Bunlardan keçən bir düz xət absis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Deməli, absis oxundan kəsişdiyi nöqtənin koordinatı təbii ki olar -4. Ordinatı isə 0. -4, 0. Doğru cavabımız olar A variantı. Baxaq 48-ci suala. Deməli, 48-ci sualda 85 ədədinin 60%, yəni 85 vurulsun 60, 170 ədədinin neçə faizdir? Bölünsün 100 bərabərdir. 170 ədədinin vurulsun x bölünsün 100. Buradan deməli, kəsirin məxrəcləri bərabər olduğuna görə sürətlər də bərabər olmalıdır. Yəni 85 vurulsun 60 bərabərdir 170 vurulsun x-ə. 85-ə ixtisar eləsəm, deməli olar 60 bərabərdir 2x-ə, x bərabərdir 30. Deməli doğru cavabımız olar 30. Yerinə yazıb yoxlaya da bilərsiniz. Deməli 85-in 60% eləyər 51, 170-in 30% də eləyər 51. Bu formada. Deməli, Lalənin nənəsi 84 yaşındadır. Lalənin yaşı nənəsinin yaşının 14'də 5 hissəsi. Yəni 84 vurulsun 14'də 5. Bu da bərabərdir eləyər 30 yaş. 30 yaş Lalə. Və anasının yaşı isə 11'də 6 hissəsi qədərdir. Deməli, indi isə 11'də 6 hissəsi 30 olan ədədi tapaq. Deməli, 30 bölünsün 11'də 6. Bu da bərabərdir 30 vurulsun 6'da 11. 30 ilə 6 ixtisar gedər 5, 55 yaş. Lalənin anasının neçə yaşı olduğunu soruşur. 55 yaşı Lalənin anasının yaşıdır. Ən sonuncu 50-ci sualda deməli A bərabərdir 4 olduqda x çıxılsın 49 çıxılsın A kvadrat çıxılsın 5A üzərinə gəlsin 1 bərabərdir -4 üzərinə gəlsin 7x tənliyini həll edin. Deməli A-nın yerinə qiymətini yazsam, alaram x çıxılsın 49 çıxılsın A-nın 16 çıxılsın 20 üzərinə gəlsin 1 bərabərdir -4 üzərinə gəlsin 7x. Buradan x çıxılsın 49 çıxılsın. Deməli 16 ilə 1'i toplasaq 17 müsbət 3 plus 100 üzərinə gəlsin 4 bərabərdir 7x-ə. Deməli burada -49 7 -42 bərabərdir 6x-ə. X bərabərdir -7-yə. X bərabərdir -7-yə. Bizdən də tənliyi həll eləməmizi istəyirdi. Doğru cavabımız oldu -7. Bu qədər bütün sualların izahına baxdıq. Sağ olun, hər birinizə uğurlar.